Azərbaycan Respublikasının ərazisinə diri heyvanların idxalı üçün həm Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından verilən notifikasiyalar, həmçinin də dünyada epizodoloji vəziyyət nəzərə alınmaqla tənzimlənir və Azərbaycan Respublikasının da bu sahədə öz idxal şərtləri var. Diri heyvanlar ölkəmizə idxal olunarkən həmin heyvanlardan sərhəd keçid məntəqəsində əməkdaşlarımız tərəfindən baxış həyata keçirilir. Əgər şübhəli hal olarsa, həmin heyvanlar izolyasiya olunur və təyinat nöqtəsində həmin heyvanlardan qan nümunələri götürülür və qan nümunələri nəticələrinə əsasən həmin heyvanların belə deyək ki, karantinlə əlaqədar müvafiq qərarlar verilir. Əlavə olaraq qeyd edim ki, hal-hazırda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən dünyada heyvan xəstəliyi bir sıra dövlətlərdə heyvan xəstəliklərinin yayılması ilə əlaqədar olaraq bir sıra notifikasiyalar, bildirişlər verilmişdir və bunu nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən də bir sıra qərarlar qəbul edilmişdir və o qərarlardan biri Gürcüstan mənşəli iri və xırda buynuzlu heyvanların ölkəmizdən tranzit keçidinə müvəqqəti məhdudiyyət tətbiq edilmişdir. Həmçinin qeyd olunan dövlətdən ölkəmizə damazlıq və yetişdirmə məqsədi ilə heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq edilmiş. Yalnız ətlik üçün nəzərdə tutulmuş heyvanların idxalına xüsusi şərtlərlə icazə verilmişdir.